Bu cür qarmağın ən asan və tez bağlanma üsulunu başa salacağım sizlərə. Keçənki videomuzda var başqa bir üsulla bağlamışıq. Bu dəfə biz başqa bir üsulla bağlayacağıq. Bunun üçün bizə lazım olan qarmaq və ipli və tez bağlanmasını sizə göstərim. Demək, leskanı keçirdirik qarmağın belə deşiyindən. Bu qədər məsafə. Sonra qarmağı fırladırıq. Hansısa bir 4 dəfə, 5 dəfə, 6 dəfə. Yəni baxırıq düyünün uzunluğuna. Sonra belə saxlayırıq. Bu leskanın ucu ki qalıb. Bunu keçirdirik buradan. Bax belə. Keçdi bunun ortasında bir halqa olan yerdən. Aşağıdakı halqa qalır. Bax burada halqa ki qalır. Bu leskanın bu ucunu bu halqadan keçirdirik və qarmaqla bir yerdə tuturuq buradan. Həmin ucu. Sonra bunu dartmağa başlayırıq. Bunu dartdıqda bu özünü yığır. Belə bir şey əmələ gəldi burada. Belə bir düyün əmələ gəldi. Belə, yəni sadə bir variantla bu çıxmaq ehtimalı yoxdur. Daha da bu bərkiyir. Biraz ucunu artıq yerini kəsirik. Buradan da var belə bir şey əmələ gəlir.